Cənab Prezident mənə ev vermişdi. Abicim, hər şey satmışdım da, maşınlar, qızıllar, hər şey satılmışdı. Sonra evimi 7 nəfərdən beh almışdım. Gündə də bunlar gəlirdi ki, nə oldu, belə davranışlar da. Məsələn, qardaşım dedi ki, mən olan yerə, qardaşımla mən çox yaxınam da, qardaşım da Avropa ikincisidir güləş üzrə, klassik güləş. Qardaşım artıq dedi ki, mən səni görmək istəmirəm. Bacım dedi ki, mənim belə qardaşım olmayıb da. Nə eləməzdim, bütün qohum əqrabanın hamısını borca salmışdım. O evi satmadın ki? Yox. Behlər? Behləri qaytardıq da. Bərpa olandan sonra. Bəs onu əlvi alıb istifadə elində demirdin ki, mən idmançıyam, bilirdin narkotikdir bu, gərayın. Bilirdim narkotik. Bəs düşünmürdün ki, ya Cavid qardaşım, ölkə başçısı mənə etimad doğurub, ev verib, əməkdar idman ustası. Bu mövzuda anar daha yaxşı danışar, daha yaxşı danışar. Mən sadəcə olaraq bir şey deyim ki, biz gəlib bu proqramda öyrəndik ki, bizim asılılığımız uşaq vaxtından var idi. Həmin burada bu idmanla əvəz edilmişdi onu. İdmanla, uğur, nailiyyət, cəmaət buna baxsın, əl çalsın, belə şeylərlə xəstəlik deyəlim daxil. Yəni asıllıq belə çıxır ki, onlar uşaqlıqdan inkişaf edib bunu. O uşaqlığa hardan gəlir? Genetik gəlir, yoxsa travmalardan? İndi genetik də gələ bilir. Bir də ki, bizdə ən çox anar bilsən nə olurdu? Deməli, narkotika necə qurşandım? İdmandan qurtarmışam, sanki boşluqdur. Bir də ringə qayıda bilməyəcəm. Özünə yazığı gəlmə defekti deyirlər, onu proqramda öyrənmişik də. Sanki mən unuduldum. Həmin vaxtda da mənim 29 yaşım var.